Mən Əliyev Nəcəf Teymanoğlu, Arbitro Hüquq şirkətinin təsisçi və icraçı direktoruyam. Şirkətimiz 2019-cu ildən təsis olunub, korporativ hüquqi xidmətlərlə məşğul olur. Əsas müştərilərimiz hüquqi şəxslər və şirkətlərdir. Şirkətlərin həm korporativ, həm məhkəməyə qədərki və məhkəmə proseslərində onları təmsil edirik. Korporativ xidmətlərimiz müəyyən paket daxilində şirkətinizdə hüquq departamenti təsis edilərək işə başlanılır. Şirkətinizin müqavilələrinin hazırlanması, şirkət daxili idarəetmə proseslərinin tənzimlənməsi, lisenziyaların alınması, xarici vətəndaşlarla əlaqədar iş, oturum icazələrinin alınması, daxili və beynəlxalq patentin alınması, əmtəə nişanlarının alınması xidmət paketlərimizin içərisinə daxildir və şirkətin üçüncü şəxslər qarşısında öhdəliklərini icra edərkən qarşılaşdıqları problemlərlə əlaqədar vəkil xidmətləri də paketlərimiz daxilindədir. Böyük bir kollektivimiz var. Şirkətimiz hal-hazırda 3 filialla fəaliyyətini davam etdirməkdədir. Gələcək planlarımızda ölkə xaricində, xüsusilə Birləşik Ərəb Əmirliklərində, Dubai, Amerika və Avropada yeni nümayəndəliklər açmaq niyyətindəyik. Bu kimi beynəlxalq tərəfdaşlıqlarda hər zaman şirkətinizin hüquqlarını və mənfəətini qorumaqdan məmnunluq duyarıq. Arbitro ilə hüquqlarınızı qoruyun.